Cədvəli tamamlayın. Mətnin başlığı kimi verilə bilər. Birinci fikir doğrudur, informasiya bolluğu və psixoloji təsir. İkinci fikir yanlışdır, üçüncü fikir doğrudur. İndi bunu hissəni əsaslandıraq. Birinci fikir ona görə doğrudur ki, mətndə həm çoxlu məlumatın yaratdığı stres və narahatlıqdan, həm də keyfiyyətli məlumatın gətirdiyi psixoloji sabitlikdən bəhs edilir və bu başlıq mövzunu tam əhatə edir. Mətnə də nəzər salsaq, burada informasiyadan, onun insanda psixoloji vəziyyətinə nə kimi göstərdiyi təsirlərdən söhbət açır. Burada da yazıb faydalı informasiya insanın inkişafına müsbət təsir edir. Daha sonra 3 saatdan çox vaxt keçirən insanlara diqqət dağınıqlığı olur və s. İnformasiya qədimdən bu günə bu yanlışdır. Çünki mətndə ümumiyyətlə informasiyanın qədim tarixi, bugünkü tarixindən danışmır. Yəni tarixi inkişaf mərhələsindən, qədim dövrdən bəhs edilmir. Yalnız bugünkü reallıqlardan bəhs olunur. İnformasiya yükü, stres yoxsa inkişaf. Bunu da mətnə başlıq kimi verə bilərik. Çünki yenə də birinci başlığa bənzəyir. Burada informasiyanın insana stres verməsi yoxsa onu inkişaf etdirməsi haqqında söz keçir. Burada lazımsız informasiya çoxluğu insanda stres və yorğunluq yaradır. Amma etibarlı, faydalı məlumatlar onun inkişafına müsbət təsir göstərdiyi vurğulanır.